Vəzifəli şəxslər hakim qarşısına çıxarılır. Avtobusda gizlədilən yarım milyonluq cinayətin detalları. Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin vəzifəli şəxsləri və qaçaqmalçılıq cinayətini törətmiş digər şəxslərin qanunsuz əməlləri ilə bağlı cinayət işinin ibtidai istintaqı tamamlanıb. Bu barədə reporta Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ibtidai istintaqla Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsləri qaçaqmalçılıq cinayətini törətmiş şəxslərlə cinayət əlaqəsinə girərək öz qulluq mövqelərindən istifadə eləməklə aldıqları küllü miqdarda rüşvət müqabilində sərnişin avtobusunun yük yerində saxlanılan ümumilikdə 410 min manat dəyərində tərkibində güclü təsir eləyən və psixotrop maddələr olan dərman vasitələri və Azərbaycan Respublikasına məxsus aksis markası markalanmamış tütün məmulatlarının gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçirilməsinə şərait yaradaraq ölkə ərazisinə keçirilməsini təmin etmələrinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında onlar barəsində həbs və qəti imkan tədbiri seçilib. Cinayət işi baxılması üçün aidiyyatı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.